Abort etmek günahdır. Çox böyük bir günahdır. Bir insanı öldürür bir insan. Sənə Allahın verdiyi neməti sən geri çevirirsən, özünə necə qəddarcasına da övladını sən öldürürsən, qətlə yetirsən. Allah ayədə belə buyurur. Yoxsulluq qorxusundan deyir, övladlarınızı öz əllərinizlə öldürməyin. Sizin də onların da ruzusunu verən odur. Başqa bir ayədə var. Bir insanı öldürürsənsə, sən haqsız yerə. Bütün insanlığı öldürmüş kimsən. Məna belədir təxmin. Yəni sən öz övladını öz əllərindən qətl edirsən. Bu canilikdir. Əgər sən övladının 3 yaşı, 3 il sonraki halı sənə göstərirsən, 3 yaşındakı, 2 yaşındakı övladını sən öz əllərindən öldürərsən, bu nə qədər mərhəmətsiz, canicəsinə, yəni insanlıqdan çıxmış bir hərəkətdir ki, sən öz övladını öldürürsən. Qız övlad istəyir, biri oğlan övlad istəyir. Bu da Allahın nemətini geri çevirməkdir. Sən Allahın qəzəbinə tuş gələrsən. Sən o nemətə qarşı üsyan eləməməlisən. Sonra dünyada da peşman olur insan, axirətdə də. Ha 3 ay sonra, ha ana bətnində, ha 3 yaşında, ha 5 yaşında. Sən bir canı məhv edirsən, yəni bir insanı öldürürsən sən. Öz övladını qətlə yetirir. O tərəfdə nə bilim küçə itlərinin mühafizəsi ilə məşğuldur bu ki, onlara toxunmayın, ay heyvanı zədələməyin. Sanki bu insan bütün hər şeyə əməl edir. Sən öz övladını öldürürsən. Bu çox böyük bir günahdır, çox böyük bir fəlakətdir. Cinayətdir bu. Açıq-aşkar bir cinayətdir.